Yaz fəslinin daxil olmasına az qalıb. Bu fəsil gəlişi ilə təbiətə özünə məxsus gözəlliklər bəxş edir. Hər tərəf yaşıllaşır, bitkilər çiçək açır, havada təravət hiss olunur. Sözügedən mövsümü çoxumuz səbirsizliklə gözləyirik. Lakin əksər şəxslər üçün narahatlıq mənbəyi də ola bilir. Çünki həmin fəsil bərabərində allergik xəstəliklər gətirir. Bəs bahar mövsümündə baş verən bu xəstəliklərin əsas səbəbləri nədir? Necə qorunaq? Həkim terapevt Günay Musayeva Misya TV-yə müsahibəsində deyib ki, havalar isindikcə, bitkilər çiçək açmağa başladıqca bitki polenləri havada geniş şəkildə yayılmağa başlayır. Polen xüsusilə həssas immun sistemi olan insanlarda allergik reaksiyalara səbəb olur. Bundan əlavə yazda rütubət artdıqda mold sporlarının da yaranma ehtimalı artır. Bu da allergik simptomları dərinləşdirə bilər. Bəs yaz allergiyaları hansı simptomlarla özünü büruzə verir? Allergik rinit, burun axması, qaşınma, burun tıxanması, göz qıcıqlanması, asma epizodları və dəri üzərində qaşınma kimi simptomlar geniş yayılmışdır. Hətta bəzi insanlarda baş ağrısı, halsızlıq kimi simptomlar müşahidə olunur. Həkim onu da qeyd edib ki, həmin xəstəliklərdən qorunmaq üçün pəncərələri mümkün qədər bağlı saxlamaq lazımdır. Evdə hava təmizləyici cihazlardan istifadə edilməlidir və şəxsi gigiyenaya riayət olunmalıdır. Açıq havada olduqdan sonra dərhal duş almaq və paltarları dəyişmək, üz və saçları təmizləyərək polenləri yumaq vacibdir. Gözlük və maska açıq havada gəzərkən xüsusilə polen sayının yüksək olduğu saatlarda günəş eynəkləri və maska taxmaq polenlərlə təmasın qarşısını ala bilər. Bəzi insanlarda antiallergik dərmanlar, xüsusilə də həkimlə məsləhətləşdikdən sonra antihistaminiklər və ya digər allergiya əleyhinə preparatlardan istifadə etmək faydalı ola bilər. Mütəxəssislər vurğulayır ki, allergik xəstəliklər daha da şiddətli hal alarsa həkimə getmək tövsiyə olunur. Zərintac Mayız qızı, Təbriz Quliyev, Misya TV.